Mən həqiqətən bunu söyləmə fikrim yox idi, amma bir daha onlara baxdım və yadıma düşdüm ki, bir neçə il əvvəl, yəni onları ilk dəfə görəndə onları xiyarla səs salmışdım. Elə bizə belə baxanda böyük xiyara oxşayır. Həqiqətən qəribəli, həm də badımcana oxşarlığı var. Bugün danışacağımız qabaqdan gedir söhbət. Əslində onların faydalılığı yəqin ki, özəlliklə dietoloqlara yaxşı məlumdur. Çünki bildiyim qədər, yəni az kaloriyalı bir tərəvəzdir, eyni zamanda yəni mədə tərəfindən, ümumiyyətlə orqanizm tərəfindən yaxşı mənimsənilir. Amma əks göstəriş də var. Hər halda bizim mətbəximizdə bilməm nə dərəcədə geniş istifadə edilir, amma ümid edirəm ki, onun faydalılığından tamaşaçılarımız bu rubrikadan sonra istifadə edəcəklər. Yəni, mən məsələni belə qoyacağım. Mən demək, biz burada indi bir dənə oyun oynayacağıq. Mən olacağım yaxşı polis, Arif doktor da olacaq pis polis. Yəni, mən xeyrindən danışacağım, Arif də danışacaq bunun əks göstərişlərindən. Onu söyləmək istəyirəm ki, bəli, mən də bu tərəvəzlə belə baxanda mən evdə görməmişəm, qonşumuzda da olmayıb, ondan əminəm. Yəni, və bu nə üçün lazım idi, bunu əslində bilmirdim. Sadəcə olaraq mən bunu Türkiyəyə gedib oxumağa gedəndə burada gördüm və ilk başda çox belə bitər baxırdım ki, qardaş, yəni yemək dediyim bozbaşdır, plovdur və bu havadaydım. Amma sonradan gün keçdikcə bir şey fərq elədim ki, məsələn İstanbulda siz ilin 365 günü gündə 3 dəfə fərqli restoranlarda yemək yeyə bilərsiniz və bir yeməyə 2 dəfə deyil, yəni hər gününüzə və hər öğününüzə bir yemək düşər. Bu nədəndir? Bu mətbəxin zənginliyinə irəli gəlir. Mətbəxin zənginliyinə verir, əlbəttə ki, oradakı daxildəki məhsullar, yəni ingrediyentlər. Bax, bu qabaq deyilən, bax bu şey, bizim bal qabağına qohum olsa da bal qabağı deyil. Aralardakı kaloriya fərqi 3 dəfədən də çoxdur və bu nə üçün lazımdır? Demək, biz klassik oldu, yəni müəyyən meyvələrə, tərəvəzlərə öyrəşmişik. Məsələn, biz xiyarı bilirik, pomidoru bilirik, baxın, amma xanım Dorğun həqiqətən xiyara oxşur. Fikir verir bəli. Amma indi mən bir məsələ söyləyəcəm. Bir şeyi yadda saxlayaq ki, bir vaxtlar pomidor da Azərbaycanda olmayıb ki, pomidor da kənardan gəlib. Amma bugün pomidorsuz biz heç bir süfrəmizi təsəvvür edə bilmərik. Hətta belə çox klassik bir yemək halına gəlib. Biz ona çoban salatı deyirik, doğruyuruq belə və sonra çoban salatı. Bütün dünya da bilir ki, Azərbaycanda, Türkiyədə buna çoban salatı deyirlər. Bax, bu qabaq da onun kimi bir şeylərdəndir. Yəni, bunun mən reseptini bilmirəm. Hansı şəkildə pişirmək olar. Amma bugün bunun haqqında Allaha çox şükür kitabların hamısından tapa bilərsiniz və internetdə reseptlərini tapa bilərsiniz. Bu qabaq deyilən şey nə üçün lazımdır? Bu qabağın tərkibində bir kərə bu görürsünüz nə qədər həcmli bir şeydir. Düzdür, balqabaq qədər böyük deyil, amma həcmlidir və bunun tərkibində çox faydalı maddələr var. Əlbəttə ki, maddələrin başında C vitamini var, C vitamini. Biz nə deyirik? Həmişə deyirik ki, sizin yeməyinizin daxilində müəyyən sizin üçün faydalı maddələr olmalıdır, zərərli maddələr isə olmamalıdır. Bax, bu balqabağın tərkibində çoxlu faydalı maddələr var. Bunun tərkibində əlbəttə qidalandırıcı maddələr də var. Məsələn, götürək ki, siz C vitamini almaq istəyirsiniz. C vitaminini siz tutub hər gün nar şirəsi içməklə və nə bilim, portağal yeməklə təmin edə bilərsiniz. Amma düzdür, portağal nə qədər də belə gözəl meyvə olsa da, hər gün bu portağalı yemək fikir, inanın ki, insanda biraz portağala qarşı nifrət hissi oyandırır. Siz bir gün portağal yeyəndə, onun yanında da ertəsi gün bax, bu qabaqdan bir yemək pişirə bilərsiniz və öz C vitamini deponunuzu doldura bilərsiniz. Bir dənə bu qabaqda sizin günlük ehtiyacınızın 1/3 qədər təqribən C vitamini var. Eyni zamanda biz həmişə burada nədən danışırıq? Deyirik ki, ay Allah, xərçəngdən qorunmaq lazımdır, xərçəngdən qorunmaq lazımdır, yaxşı əhval-ruhiyyədə olmaq lazımdır. Eyni zamanda gələ bizim bağırsaqlarımız da yaxşı işləsin. Hətta bu məsələ də mənim adıma çıxıb deyirlər ki, Vasif doktor ilə hara getsə liflərdən danışır. Bəli, qabağın tərkibində çoxlu lif var. Biz meyvələri və tərəvəzləri nə üçün xoşlayırıq? Onların tərkibində bizim sindirim sistemimizin sindirə bilmədiyi, həzm eləyə bilmədiyi müəyyən maddələr, yəni selüloz parçalar var ki, biz bunlara təbii lif deyirik. Bax, bunun tərkibində çoxlu liflər var ki, siz o lifləri yediyiniz zaman, yəni qida tərkibində qəbul etdiyiniz zaman, onlar sizin bağırsağınızdakı sizə ziyan vuran müəyyən toksiki maddələri, o hani şlaq da deməyə xoşlayırlar, belə çox qəşəng səslənir. Yəni, doktor Şpaka oxşayır bəzən, bu biraz da belə şlaq da deyə bilərsiniz. Bax, bu şlaqları birləşdirir özünə, deyir, getdi ye, hamısını çıxardır çölə və siz nə olursunuz? Siz bu zəhərli maddələrdən azad olursunuz. Eyni zamanda buradakı liflər
özü ilə birlikdə, bu şlaklarla birlikdə müəyyən qədər də su tutduqları üçün sizin bağırsağınız başlayır daha sürətlə işləməyə. Ümumiyyətlə, lifin insana 2 dənə böyük faydası var. Sizin həm bədəninizdəki o qida maddələrinin içərisində və ya həzm prosesi nəticəsində meydana gələn müəyyən zəhərli maddələri özünə birləşdirərək özü ilə çıxardır və eyni zamanda bu proses zamanı sizin bağırsaqlarınızın hərəkətini artırır. Yəni, bağırsaq tənbəlliyindən qurtulub keçirsiniz siz bağırsaq cəldliyinə. Bağırsağınız ise cəld işləyəndə siz də özünüz olursunuz. Cəld, gümrah, kefi kök və sağlam. Bəs əks göstərişi nədir? Biz burada C vitaminindən danışdıq, kaloriyanın azlığından danışdıq. Yəni, arıqlamaq üçün də yaxşıdır da. Çoxlu yemək yeyirsiniz, amma az kaloriya alırsınız. Bəs bunun əks göstərişi neymiş sözün açığı, mən onu başa düşmədim. Təəssüf ki, bu gözəl tərəvəzin əks göstərişi də var. Qastrit, turşuluq çox olanda, mədə horası, bir də ki, böyrək çatışmazlığı istifadə etmək məsləhət deyil. Amma ki, allergiyadan mübarizə aparmaq üçün bu çox gözəl effekt verir. Tərkibində pektin, tərkibində foli turşusu, tərkibində olan antioksidan tokofirol insanı cavan, həmişə gözəl saxlayır və uzun ömür bağışlayır. Ondan başqa şəkərli diabet üçün bu çox gözəl effekt göstərir. Mədə altı vəzi tənzimləyir, ürək üçün ürək çatışmazlığı zamanı ateroskleroz, qan damarları təmizləyir, xolesterini xaric edir, yaddaşı möhkəmləndirir, qan təzyiqi zamanı istifadə etmək məsləhətdir, saçları möhkəmləndirir, dişləri möhkəmləndirir, çox gözəl bir effekt verir. Tərkibində olan fosfor zəif gözlər üçün çox faydalıdır, gözlərin fəaliyyətini tənzimləyir. Şəkərli diabet zamanı nə etmək lazımdır? Siz götürürsünüz bu qabaqdan, qurudursuz. Nə qədər vaxt tələb olunur onun tam quruması? Tez quruyur. Tez quruyur. Tez quruyur. Amma çox da uzun müddət saxlamaq olur. Əgər Uzun bunu müddətli təzə xarab halda olmur. bəli saxlamaq olur. Uzun müddət saxlamaq olar, xarab olmur. Nə etmək lazımdır? Siz götürürsüz, qurudursuz, üyüdürsüz, 2 xörək qaşığı qabaqdan, yarım çay qaşığı bal və yarım stəkan su qarışdırırsınız və gündə 2 dəfə yeməkdən qabaq şəkərli diabet zamanı istifadə edirsiniz. Bundan başqa qırışların qarşısını almaq üçün bu həm də kosmetologiyada çox geniş istifadə olur. 1 çay qaşığı haman yağlı olmamalıdır. 1 çay qaşığı bal və 1 çay qaşığı qabağın şirəsi. Siz bunları üçünü bir yerdə qarışdırırsınız və maska şəkildə üzə çəkmək lazımdır. 15-20 dəqiqədən sonra yumaq olar. Bir də ki, quru dəri üçün yenə də maska şəkildə dilim-dilim doğrayırsınız və dərinin üzərinə qoymaq lazımdır. Bəli, qoymaq lazımdır. Üstüdən salfetka. 15-20 dəqiqə saxlayırsınız və 20 dəqiqədən sonra ilıq su ilə yaxalayırsınız. Gündə bir dəfə bunu da istifadə etmək məsləhətdir. Bir də insan stres keçirdəndə, əsəb üçün, həyəcan anları, gərginlik anları olanda nə etmək lazımdır? Sizə lazım olacaq yarım stəkan haman, yarım stəkan bal, yarım stəkan qabaq şirəsi və yarım çay qaşığı darçın. Siz bu 4 komponenti bir yerdə qarışdırırsınız və 1 xörək qaşığı səhər tezdən 1 stəkan çayla istifadə edirsiniz. Çox gözəl bir effekt göstərir sizə. Doktor, mən xatırladım sizin müsahibənizi Çox Yaşa jurnalına və orada söyləmişsiniz ki, siz çox yaxşı pişirirsiniz, ümumiyyətlə dadlı pişirirsiniz, sadəcə evdə buna ehtiyac qalmır. Nə vaxtsa pişirmişsinizmi? Məsələn, Vasif biraz əvvəl dedi ki, kulinariyada necə istifadə edilməsi barədə yəni tam olaraq xəbəri yoxdur. Yox, yəni Sevirsiniz etiraf siz? edim ki, yox. Görsün, yəni, Sözün düzü. hər halda gəlin burada belə simvolik olaraq söz verək ki, biz də onu rasionumuza əlavə edəcəyik ki, həqiqətən faydalılığını yaşamaq çox faydalı. çox Yaxşı, mən faydalıdır. pişirməyə bacarım o demək deyil ki, mən bundan istifadə eləmirəm. Siz yadınızda qalsın ki, mən həyatımın bir hissəsini səyahətlərdə keçirirəm. Ona görə siz bəzən Çox Yaşanın bəzi verilişlərində məni görmürsünüz.
Mən bu səyahətlərdə mütləq qabaqdan bişirilmiş yeməklər yeyirəm. Çünki orada qızardılmış ət Azərbaycanda da tapa bilərəm, amma qabağı mən Azərbaycanda hardan tapacağam? Yəni bugün siz gedin bir restoran deyin ki, mənə qabaqdan bir şey bişirin verin. Onlar sizə belə tərs-tərs baxacaqlar, nə danışırsan? Camaat kabab yeyər, şey yeyər. Amma qarnir olaraq həqiqətən onu istifadə edirlər. Hətta piroqlar hazırlayırlar, bişirirlər, qızardırlar. Yeganə bir şeyi vurğulamaq istəyərdim ki, bunu bir neçə il əvvəl Şotlandiyalı alimlər tədqiqatlar apardıqdan sonra müəyyən ediblər. Yəni qızardılmış qabaq və qızardılmış badımcan dişlərə zərərli ola bilər. Əgər onları mütəmadi yeyən insanlar gigiyenaya fikir verməsələr. Çünki qızardılmış artıq bu qabaq və badımcanı yedikdən sonra müəyyən turşular əmələ gəlir və onlar tədricən dişlərdə, damaqlarda otururlar, necə deyirlər, yer eləyirlər özlərinə və düzgün baxılmazsa dişlərə o zaman kariesin yəni inkişaf etməsi, yaranma ehtimalı çox yüksək olar. Bax, biz bu məsələdə sizə Pasta del Capitana'nın xüsusi ağız boşluğunu yaxalamaq üçün qarqaralarını tövsiyə edirik. Hər halda karieslə mübarizə aparmaq üçün bu qarqaralar arasında da yaxşı vasitələr var. Biraz sonra bu haqda danışacağıq. Yaxşı, qızardılmışından danışdıq. Bəs közün üstündə bişirdilmişi də eyni vəziyyətə mi aiddir? İndi qızardılmışından yağ istifadə edirsən. Közün üstündə bunu qoyursan, qəşəng, külləmə edirsən. İndi yəqin ki, Şotlandiyalılar dağa çıxıb orada piknik eləməyiblər də. Amma hər halda bu düşünürəm ki, tədqiqatlarda, açıqlamalarda əsas var. Çünki biraz əvvəl o turşuluq yəni yüksək olanda, yəni qastrit zamanı doktor da söylədi ki, əks göstəriş ola bilər. Görürsünüz, yəni ikili belə təsirlər ola bilir, yarana bilir. Yəni qabaq da sehirli çubuq deyil, amma çox faydalı bir çubuq. Vasif doktor bayaq çox yaxşı, düzgün qeyd elədi ki, bütün radioaktiv, bütün zəhərli kimyəvi maddələri orqanizmdən xaric edir. Ona görə qaraciyər xəstəlik zamanı hepatit A, B, C bunu istifadə etmək çox məsləhətdir. Bunu siz hər gün sizin rasionda bu olmalıdır. Həm də ki, xroniki xolesistit zamanı bundan başqa qanı təmizləyir. Bu da əsas məsələdir ki, qanı təmizləyir, çox gözəl bir effekt verir. Bayaq da mən demişəm, allergiya zamanı siz bunu da hər gün istifadə etməlisiniz. Nəinki qarşısını alır, çox yaxşı kömək edir. Yəni ki, allergiyadan əziyyət çəkən insanlar üçün bunu istifadə etmək çox məsləhətdir. Yeri gəlmişkən, mən də biraz öncə tövsiyəmi hər halda davam etdirmək istəyirəm. Söhbət Pasta del Capitana məhsullarına gəlirsə, daha öncə söylədiyim bu qarqaralar haqqında bir qədər ətraflı sizə deyim. Pasta del Capitana nəfəs təravətləndirici və damaqları qorumaq üçün xüsusi qarqaralar da var və bunların tərkibində propolis antibakterial təsir göstərərək toxumların regenerasiyasını artırır və yaşıl çay büzücü və antioksidant təsir göstərməkdə olur. Triklazan diş ərpinin yaranmasının qarşısını alır və ftor ionları minanı bərkidir və kariyesin qarşısını alır. Hər halda bütün bunları yəni ətraflı söyləməkdə məqsəd, yəni sizin istifadə etdiyiniz vasitə haqqında daha çox məlumatınızın olması üçündür. Pasta del Capitana diş ərpinə qarşı ağız yaxalamaq üçün qarqara da var. O yəni birbaşa 4 funksiyanı həyata keçirir. Triklazanın antibakterial təsiri nəticəsində diş ərpinin yaranmasına güclü əks təsir göstərərək diş ərpini yox eləməyə qadirdir. Efir yağlarının təsiri nəticəsində pis qoxu yox olur və uzun müddətlik artıq siz təmiz, təravətli nəfəsinizi qoruya bilirsiniz. Ftor ionlarının hesabına mina daha da bərkiyir və kariyesin qarşısı alınır və Asiya su sevəni sayəsində damaq və ağız boşluğundakı o toxumalara büzücü və sakitləşdirici təsir göstərərək damaqları qorur. Pasta del Capitana brendinə daxil olan, ümumiyyətlə, yəni digər məhsullar da var. Bu diş pastalarıdır. Ağız boşluğunun qulluğu üçün nəzərdə tutulan xüsusi fırçalardır. Yəni tam təmizləmək üçün ağardıcı fırçalar var və həmçinin karamellər, pastilkalar, saqqızlar, onlar da profilaktik olaraq, yəni tərkibi ilə məhz müalicəvi, yəni məqsəd üçün nəzərdə tutulub. Hər halda İtaliya brendindən gedir söhbət. Yalnız İtaliyada istehsal olunur Pasta del Capitana məhsulları və bütün yəni eczaçılıq qaydalarına uyğun
xüsusi klinikalarda, laboratoriyalarda artıq yəni tətbiq olunduqdan sonra, yoxlamalardan keçdikdən sonra satışa buraxılırlar. Yəni söhbət Pasta del Capitano Avropanın ən məşhur brendindən gedir. Səba klinikası tibbin bütün sahələri üzrə xidmət göstərir və yalnız bu klinikada yerli həkimlərlə yanaşı Koreyadan dəvət olunmuş professor və fizioterapevtlərin köməyi ilə bütün növ xəstəliklərin xüsusi üsullarla müalicəsi həyata keçirilir. Söhbət dərinin müalicəvi maddələrlə dağlanmasından gedir. Vakuum terapiyası, ağrı kəsici elektroterapiya, nöqtə masajı, infraqırmızı işıq və Koreyanın bitki mənşəli dərmanları ilə müalicəsi yəni nəzərdə tutulur. Sağlamlığınızı peşəkarlara etibar edin və qeyd edim ki, peşəkar həkimlərin yeganə ünvanı sağlamlığın uğurlu və dəqiq təminatı olan Səba Şərq Təbabəti Klinikasıdır.